Uşaqlıqdan bizə icazə verməyiblər. Ürəkdən gülməyə, hisslərimizi ifadə etməyə, doyunca bəzən ağlamağa. Sən qızsan, hər yerdə istədiyin kimi danışma, hər yerdə istədiyin kimi oturma, bütün duyğularını idarə etmək məcburiyyətindəsən deyə qızlarımız daha çox özünə qapanır və yaş artıq 30-u keçəndən sonra daxilindəki bütün duyğuları artıq üzə çıxmağa başlayır və bu zaman üzə çıxan duyğular kənardan sanki partlayış kimi görsənir. Əslində qarnılarımıza verəcəyimiz dəyər onlara uşaqlığından olmalıdır. Qız uşaqlarımızı oğlanlardan ayırmadan dəstək olmalıyıq onlara. Əks halda bugün yaşanan ailə problemlərində, ailə dramlarında qadınlarımız ən çox əzilən olmaz. İndi məni dinləyirsənsə, demək ki, sənin qəlbinə toxunan hansısa sözü işlətmişəm. Demək ki, bir zamanlar sənin də içində bu duyğular bastırıldı. Bəs yaxşı, sən necə olmalısan? Bəs yaxşı, övladınla hansı münasibəti qurmalısan? Əgər bunlar haqqında daha geniş məlumat almaq istəyirsənsə, o zaman açıqlamanı oxu.